Zaman keçir, illər ötür. Amma elə insanlar var ki, onlar unudulmur. Bugün yalnız bir insan ömrü haqqında deyil, kökü əsrlərə gedən bir ocaqdan, bir nəsil yolundan, xalqa xidmət ənənəsindən bəhs edirik. Mir Məhəmməd Ziyəddinov 1946-cı il fevralın 18-də Qubadlı rayonunun Mirlər kəndində Mirsədi ağa ocağında dünyaya gəldi. Onun uşaqlığı taleyin ağır sınaqları ilə başladı. Bacıları gözəl Ətifə və Məleykədən sonra dünyaya göz açan Mir Məhəmməd doğularkən anasını itirdi. 2 yaşında isə atası Mirsədi ağa Sovet rejiminin təqiblərinə məruz qalaraq 3-cü dəfə həbs olundu. Balaca Mirini Çərəli kəndində dayısı Şahsuvar baba və onun həyat yoldaşı Züleyxa nənə himayəyə götürdü. Onun süd anası Züleyxa nənə ona ana nəvazişi verib, hər nazını çəkib, ona könüldən bağlanıb. Atası Mirsədi ağa həbsdən qayıtdıqdan sonra 8 yaşlı oğlunu evinə gətirdi və onun tərbiyəsi ilə şəxsən özü məşğul oldu. 1898-ci ildə Mirlər kəndində doğulmuş Mirsədi ağa ilk təhsilini Ağdaş rayonunun Zeynəddin mədrəsəsində aldı. O, el arasında sözü keçən, duası yerinə yetən, haqqı nahaqqa qatmayan bir şəxsiyyət kimi tanınırdı. Mirsədi ağa böyük övliyalardan, ağır şəhidlərdən olubdur. Dəfələrlə təqib olunub, dəfələrlə həbs olunubdur. Ancaq öz yolundan, öz niyyətindən dönməyibdir. İstər dinimizə, istər Azərbaycanımıza mənəvi halda sahib çıxaraq bu yol davam elətdiribdir. Mir Məhəmməd ağa da bu əqidənin, bu düşüncənin sahibi olubdur. Mirsədi ağa dövrünün seçilən din xadimi, elm və irfan sahibi idi. O, şairlik istedadını övliya babalarından miras alıb, zəngin ədəbi irsə malik idi. Oğluna ümidləri çox idi. Ona sadəcə elm deyil, mərhəmət, sədaqət və insanlıq kimi keyfiyyətləri də aşılayıb. Bu ocaqdan gələn tərbiyə Mir Məhəmməd ağanın bütün ömrünə nur salıb. Onun uşaqkən yaşadığı ağrılar sonradan insanlara şəfqətə çevrilib. Mir Məhəmməd ağa Ulu Tanrının sevib seçdiyi bir nəslin, soykökü Həzrəti Peyğəmbərə dayanan bir soyun davamçısı idi. Bu nəsil Türk İslam tarixinə Seyid Mir Həmzə Nigari kimi sufi mütəfəkkirini və şairini bəxş edib. Mir Məhəmməd ağa özü Peyğəmbər s.ə.v-in soyundandır, Əhl-i Beytdir. Bir rəvayətə görə Həsəni, yəni İmam Həsən Əfəndimizin, İmam Həsən əleyhissalamın nəslindəndir və bir rəvayətə görə də Cəfər Sadiq əleyhissalamın, Cəfər Sadiq Əfəndimizə sökələn tərəflər də var. Vaxtilə parçalama siyasəti aparmaq istəyən qüvvələrə qarşı Mir Həmzə Səid Nigarinin vəhdət anlayışını, birlik anlayışını sədaqətlə davam etdirərək o nəsil nümayəndəsi kimi, o nəsil davamçıları kimi o düşüncənin o suya sahib çıxaraq və Mir Məhəmməd Əfəndi deməli o nəsildəni Mir Həmzə Səid Nigarinin nəslindəndir və Əhl-i Beytdir və həm də bir tərəfi də Nəqşbəndi təriqətinə bağlıdır. Mir Həmzə Səid Nigari Qarabağı təkcə şair, filosof, mütəfəkkir deyildi. O həm də azadlıq aşığı idi. Çar istilasını qəbul etməyən özgür kişilərdən biri idi. Bir müddət Şeyx Şamillə dostluq etmişdi.
Şeyx Şamilin azadlıq hərəkatına ürəkdən, könüldən hüsn-i rəğbət bəsləyən şəxsiyyətlərdən biri idi. Mir Məhəmməd ağa Hərtiz dağına tez-tez ziyarətə gələr. Mir Məhəmməd ağanı bu dağa gətirən bir mənəvi bağlılıq var idi. Mir Məhəmməd ağanın qançəkərlərindən biri, mənəvi ustadı bir Həmzə Seyid Nicari Qarabaği 6 ay bu dağda yaşamışdı. Bu müddətdə ağamıza Çərəli kəndindən olan Səfər Baba qulluq etmişdi. Hər gün Səfər Baba Hərtiz dağının yüksəkliyinə qalxar, ağamıza çay, çörək, su aparardı. Səfər Baba ailəsini, özünün həyatını riskə qoyaraq 6 ay bu böyük insana, bu böyük övliyaya təmənnasız xidmət etmişdi. Bu cür kişiləri də indiki nəslə tanıtmaq bizlərin əsas işlərindən biri olmalıdır. Ərdəmi, qeyrəti, şücaəti ilə bizlərə məktəb olan insanlar həmişə sevgiyə, sayğıya layiq. Mir Həmzə Seyid Nigarinin zəngin ədəbi fəlsəfi irsi Azərbaycan və Türkiyə elmi mühitində daim diqqət mərkəzində olub. Amasyada, Ağdam şəhərində və Bakı Dövlət Universitetində Nigarinin fəlsəfəsi və yaradıcılığına həsr olunan beynəlxalq simpoziumlar təşkil olunub. Çıxış edənlər onun poeziyasının insanı mənəvi saflığa, kamilliyə və yüksək əxlaqi dəyərlərə səslədiyini xüsusi vurğulayıb. Şairin həyatı və yaradıcılığı barədə məlumatlar dərsliklərə daxil edilib. Onun irsi gənc nəslin mənəvi tərbiyəsində mühüm mənbə kimi təqdim olunub. Qeyd edək ki, Mir Həmzə Seyid Nigarinin Amasya şəhərində yerləşən qəbrüstü abidəsi Səfər Babanın nəticələri tərəfindən bərpa olunaraq qorunub. Mir Məhəmməd ağa 1962-ci ildə Dondarlı kənd orta məktəbini bitirib Azərbaycan Tibb İnstitutuna daxil oldu. 1968-ci ildə müalicə profilaktika fakültəsini bitirdi. Əmək fəaliyyətinə Çardaxlı və Xocahan kəndlərində başladı. Daha sonra Qubadlı rayon mərkəzi xəstəxanasında həkim nevropatoloq kimi fəaliyyət göstərdi. O, həkimliyi sadəcə peşə deyil, missiya kimi qəbul edirdi. Dərmandan çox sözlə müalicə edirdi. İnsanlar ona inanırdı, çünki o ümid verirdi. Məhəmməd həkim həm mənim adım olur, həm də biz qohumuq. 79-cu ildə təyinatla Qubadlı mərkəzi xəstəxanasına həkim göndərmişəm. İxtisasım kardioloq olub, yer olmadığına görə tədbir yarında işə başlamışam. Məhəmməd mənə həkimliyin sirlərini öyrədi. O deyirdi ki, xəstə sənin kabinetindən gülə-gülə çıxmasın, sən həkim ola bilməzsən. Ne edirsən elə, xəstə sənin kabinetindən gülə-gülə çıxsın. O haradasa, Hipokratın da belə bir söz var ki, həkimlə xəstə söhbət eləyəndə xəstə özündə yüngüllük hiss eləməsə, o həkim yaxşı həkimdir. Həmişə mənə deyildi ki, heç vaxt xəstədən təmanla olma. O fikir indi də mənim 70 yaşındayam. 47 il həkimlik fəaliyyətində indi də onu yerinə yetirirəm. Mir Məhəmməd ağanın miras qoyduğu bu yol bu gün də həkimlərimiz tərəfindən eyni məsuliyyət və sədaqətlə davam etdirilir. Mir Məhəmməd ağanın 80 yaşı tamam olur. Bildiyimiz kimi Mir Məhəmməd ağa 36 il ömür sürmüşdür. Mir Məhəmməd ağa bu 36 il ərzində özün pay qoyub qəlblərə paylayıbdır. Elə onun nəticəsidir ki, Mir Məhəmməd ağanın ölümündən 44 il ötməyinə baxmayaraq, o nurun payından bugün biz həkimlərə də pay düşübdür. Mir Məhəmməd ağa yalnız bir həkim deyildi. O bir məktəb idi, o bir yol idi. O yol ki, insanı insan üçün yaşamağa səsləyirdi. Onun peşəkarlığı, onun insanlarla bağlılığı və xidmət prinsipləri bugün də bizlər üçün bir örnəkdir. Bu missiya Qubadlı rayon mərkəzi xəstəxanasında onunla çiyin-çiyinə çalışan, bugün artıq aramızda olmayan digər həkimlər tərəfindən davam etdirildi. Bu mənəvi bir miras idi, həkimdən həkimə, ürəkdən ürəyə ötürülən dəyər.
Bayram Aslanov, Qulu Quliyev, Tikrar Abbasov, Hüseynqulu Şahmuradov, Tofiq Quliyev, Şamil İbadov, Klara Adgözəlova, Həmid Cabbarov, İsmail Əliyev, Rəhman Qasımov, Telman Cabbarov, Şahsuvar Səlimov, Telman Məmmədov, Nüsrət Əhmədov, Ramiz Rızayev, Mirbəşir Hüseynov, Vidadi Quliyev, Boris Kazımov. Onların hər biri bir ailənin ümidinə, bir xəstənin duasına, bir elin yaddaşına çevrildi. Mir Məhəmməd ağa xeyirxahlığı və mərhəməti ilə qəlblərdə dərin iz buraxıb. O, sınıq könülləri ovundurmağı özünə borc bilirdi. İmkansız xəstələrə maddi yardım edər, ehtiyacı olanları darda qoymazdı. Səfərdə olarkən kömək etdiyi insanlara adını deməz, kimliyini bildirməzdi. Əvvəlcə onu demək istəyirəm ki, biz çox şanslı bir insan olmuşuq ki, Mir Məhəmmədin dövründə yaşamışıq. Mir Məhəmmədi görmüşük. Mir Məhəmməd kimi kamil bir insanla ünsiyyətdə olmuşuq. Evimizə qonaq gəlib, söhbətlərini eşitmişik. Bu baxımdan özümüzü şanslı insan hesab edirik. Mir Məhəmməd özü böyük bir xeyriyyətçi idi. Dövrünün xeyriyyətçisi idi. Bəlkə də gələcəkdə Qubadlı İnşallah tikilib qoyulanda Mir Məhəmmədin orada xeyriyyətçi kimi heykəli qoyulmalıdır. Mən həmişə bunu fikirləşirəm. Nə idi Mir Məhəmmədin xeyriyyətçiliyi? İndiki cavanlarla müqayisə eləyəndə bir 22 yaşında insanın, cavanın o qədər dünya görüşlü olması, insanları sevməsi, xeyriyyətçiliyi, insanlara qarşı mərhəməti düşündükcə belə bir cavan üçün belə ağla gəlməzdi bir şeydir ki, bu insan bu qədərmi kamil insan ola bilərsən ki, bu yaşda bu işləri görə biləsən. Mənim yadımdadır 68-ci ildə Bərüşət çayı üzərində olan körpünü sel aparmışdı. İnsanlar çox əziyyət çəkirdi. Neçə illər bax bu belə də davam elərdi. Hamı bilir ki, o Bərüşət çayı üzərində Dondarlı Dəmirçilər kəndi olmaqla yanaşı, bu saray, Müsyanlı tərəfdən gələn uşaqlar da məktəbə gəlirdi. Ümumiyyətlə, o dağ kəndlərindən olan kəndlər var idi ki, onların hamısı bu körpüdən istifadə edirdi. Mir Məhəmməd öz vəsaiti ilə, yəni Mir Məhəmməd milyonçu deyildi. Yəni tanışlarla, köməklə, xahiş eləməklə, Dondarlı Dəmirçilər cəmaatının, Mirlər cəmaatının fiziki köməyi nəticəsində orada bir körpü saldı da. Yol çəkilişlərinə daha çox fikir verirdi. Məsələn, Dəmirçilər kəndinə yol çəkməkdə, Dondarlıya, Mirlərə, bax bu yol çəkilişlərində onun çox böyük özünün iştirakı ilə traktorçular gətirirdi, xahiş eləyirdi, kimdənsə maşınlar götürürdü, qum daşıtdırırdı. Bax, bütün əziyyətləri özü çəkərək bu işləri görürdü. Bir dəfə Laçın rayonuna gedir, Yaxşı nənənin qəbrini ziyarət eləmək istəyir. Sarıaşığın bilirsiniz ki, sevgilisi olub Yaxşı nənə. Görür ki, qəbir tamamilə uçub dağılıb. Çox pis olur buna. Sonra oradan Qubadlıya gələndən sonra baş daşı düzəltdirir, nə bilim, bütün lazım olan əşyaları topladır. Kənddən də ustalar o vaxtda Mükarram ağanı, sonra Fazil müəllimi götürür, bunlarla gedirlər. Yaxşı nənənin qəbrini orada abadlaşdırırlar. Ətrafını tamamilə təmizləyirlər belə. Mir Məhəmməd çox əhatəli bir adamdı. Çoxlu dostları var idi. Onun vəzifələrdə olan dostları var idi ki, bu ümumiyyətlə xeyriyyətçilik işlərində bu insanlardan istifadə eləməyi bacarırdı. Bizim kəndimizə Göyyala tez-tez gələrdi. Mir Məhəmməd ağa hər dəfə kəndə gələndə kənd cəmaatının üzü gülər, cəmaatda bir bayram əhval-ruhiyyəsi yaranardı. Və indiki kimi qulaqlarımda səslənir. Cəmaat deyərdi ki, bugün işim avand olacaq. Ona görə ki,
ağamız mənimlə görüşüb, saçıma sığal çəkib, mənə xeyir-dua verib. Mir Məhəmməd ağa belə sevgiyə, belə hörmətə layiq insanlardan biri idi. Musiqini çox sevirdi. Tar və qarmonda gözəl ifa edirdi. Mir Məhəmməd ağa da babaları kimi şeirlər yazıb. Onun qələmindən çıxan misralar təkcə söz olmayıb, saf niyyətin və insan sevgisinin səsinə çevrilib. Bəxtəvərdir insanlığı güdənlər, dünyada yaxşılıq qoyub gedənlər, ey məni köməksiz hesab edənlər, 12 imamdır, köməyim mənim. İnsaniyyətli yadigardır bizə, baxmamışam hər yalana, hər düzə. Babam Şeyx Əvəndi Seyid Mir Həmzə qoymayıb qayda, diləyim mənim. İnsan ağıllanır, dolduqca yaşa, çatdırır ömrünü min cürə başa. Ey atam Mirsədi, əmim Mir Paşa, qoymayın zayıda əməyim mənim. Mir Məhəmməd, kim endirdi əntəri, kim qurtardı davadan peyğəmbəri. O əlidir yerin göyün ləngəri, qaldı qiyamətə görməyim mənim. Şeirlərində insan dərdi, ümidlər, səssiz dualar yaşayıb. Bu misralar bəzən yaraya məlhəm, bəzən təsəlli, bəzən də mənəvi miras olub. Çox gözəl şeirləri var idi. Mən bu kitabda heç yerdə çap olunmayan şeirlər var idi ki, dəftərlərdə var idi. Onları da mən köçürtdüm bu kitabda, yerləşdirdim ki, bu kitabda onun şeirləri hamısı bir yerdə olsun. 1982-ci il, mayın 15-i. Minlərlə insan böyük bir itkinin şahidi oldu. Qubadlının bütün kəndlərindən, digər rayonlardan uzun maşın karvanları Mirlər kəndinə axışırdı. Çox cavan yaşında çox erkən dünyadan köçmüşdür. Bakı şəhərinə səfər edərkən Füzuli rayonu ərazisində avtomobil qəzasından dünyasını dəyişmişdi, vəfat eləmişdir. O vaxt yenicə müəllim işləyirdim. İldırım sürəti ilə bir xəbər bizim hamımızı şok etdi. Mir Məhəmməd ağa avtomobil qəzasına düşüb. Həmin gün bəlkə də Qubadlıya elə leysan yağış yağmamışdı. Bu xəbəri eşidən bütün kənd adamları Mirlərə cəm olurdu. Bu el sevgisi idi, el məhəbbəti idi. Mir Məhəmməd ağanın cənazəsi Ağhasara aparılanda bir mistik hal baş verdi. Bunu mən öz gözlərimlə yaşamışam, o prosesin içində olmuşam. Göy üzünü qaranmışlar biridir. Tabutun üzərində onlar Ağhasara bərabər axışdılar. Sanki o yağış mələklərin göz yağışı idi. Sanki o quşlar da böyük bir insanın həyatla vidalaşmasına ağı deyildi. Biz onu məzara qoyanda quşlar necə şıqadısa, görərdik ki, meyli bizim əlimizdən almaq istəyirlər. Onun itkisi asan qəbul edilmədi. Hər kəs bu ağrını doğması kimi yaşadı. Onun vəfatından sonra ailənin bütün yükü ömür gün yoldaşı Akifə xanımın çiyinlərinə düşdü. O, bu yükü səbirlə daşıdı. Mir Məhəmməd ağa özündən sonra 8 övlad yadigar qoydu. Salihə, Mirsədi, Ziyəddin, Rəhnumə, Gülüm, Müntəxab, Nümayən və Mirac. Onlar atalarının qoyduğu dəyərləri məsuliyyətlə yaşatdılar. Allah rəhmət etsin, həqiqətən böyük insandır. Mən onun ortancıl oğluyam və biz 5 qardaş, 3 bacıyıq. Yəni biz çalışmışıq ki, hər zaman Mir Məhəmməd ağadan layiq olaq və onun yolunu davam elətdirək. Övladı kimi həmişə atamla fəxr eləmişəm və onun böyük övliya Ağır Seyid olduğunu həmişə fikirləşmişəm, qəbul eləmişəm və biz özümüz Mirsəd ağanın, Məhəmməd Peyğəmbər imamların, Mir Həmzə Seyid Mücərrinin, Mirsəd ağa, Mir Paşa ağa, Mir Məhəmməd ağanın yolunu həmişə sadiq olmaq üçün əlimizdən gələni etməliyik və çalışmalıyıq ki, onların həmişə mənən, onlar həmişə uca olsunlar. Əsas odur ki, bir ad qoyub gedəsən. Mir Məhəmməd o qısa ömründə böyük bir ad qoydu getdi. Təkcə Mirsəd ağanın övladı kimi sevilirdi. Amma təkcə Mirsəd ağa övladı kimi deyil, özünün bir şəxsiyyət kimi, kamil bir insan kimi hamıya tanıtdı, getdi. Belə bir şeir var. Mən bu şeiri Məhəmməd ağanın həyatı ilə, fəaliyyəti ilə üzvü şəkildə əlaqələndirirəm. Ey könül, fürsəti bada vermə, gəl. Gün keçir, ay ötür, il yaman gedir. Yarab, sən köçəndə ellər söyləsin.
dünyadan ne büyük bir insan gelir. Mehmet Ağa 36 il fiziki ömür sürmüşdür. Ama bu 36 ildə elə böyük, elə cahanşumul işlər görmüşdür ki, xalq onun əhliyyətini, əməyini bir anda olsun unutmur. O könüllərdədir, o qəlblərdədir. Hər zaman adı çəkiləndə insanların ürəyinə bir sakitlik gəlir, bir huzur gəlir. Onun adı xatırlananda sanki işlər avandına gedir. Mehmet Ağa belə insan idi. Mehmet Ağa çox böyük izlər qoyub getmişdi. Belə bir deyim var. Elə yaşa ki, öldükdən sonra ölmə. Mehmet Ağa cismən ölüb. Amma adı, işıqlı xatirəsi könüllərimizdədir, gözümüzdədir, dilimizdədir. Bu insana sevgi, məhəbbət heç zaman bitməyəcək. Çünki onu əməli ilə, işi ilə qazanmışdır. Gənclər xalqımız onu çox anırlar, yada salırlar və həmişə onu heç vaxt unutmurlar. Hər zaman onun mənsub olduğu ocağı ziyarətə gəlirlər. Mirsəd Ağa ocağı ilə məşhur, Mir Həmzə ocağı ilə məşhur ocağı hər zaman yada salırlar. Gəlib oradan mənəvi dəstək, pənah, kömək umurlar və inşallah istədiklərini də Allahın izni, Allah Taala'dan alırlar. Murad həkimə əmanət edilən bu alət onun əlində zamanla danışan səssiz bir yadigardır. O, bu əmanəti məsuliyyət və ehtiramla qoruyub. Bu çəkicin bəlkə də 50 yaşı var. 50 ildən çox bu məndə. Mən Sumqayıtda onun yubileyi keçirirdi. Orada dedim ki, bəs belə mən istəyirəm o çəkici verəm onun övladlarına, uşaqlarına. O nəsildən kimsə, nerpatolog olsa mən onu verəcəm ona, amma ikisi olmadı. İndi mən vəsiyyət edəcəm ki, bunu mənim qoysunlar məzarıma, o dünyada görsəm qaytarım özünə. Onun ölümünə aid belə Tikrad həkiminə bir kitab kimi düzəltdik. Burada onun öz şeirləri və onun haqqında yazılan şeirlər var. Və bu səhifələr arasında Murad həkimin öz qələmindən çıxan bir şeir də var. Mir Məhəmməd Ağanın xatirəsinə həsr olunmuş, səssiz bir ehtiram, səmimi bir vida. Belə ölüm olarmı? Aləm buna inanarmı? Quşlar belə ağlamırmı məzarın üstə sənin? Yox, bu dərdə dözmək çətin, babam deyər ağlar çətin. Göz yaşı tökər gözəlim, qardaş dəyərliyirlər səni. Yollar çəkmək, körpü qurmaq, qanunları barışdırmaq, ağır gündə dada çatmaq ən böyük arzumdur sənin. Qohum dedi, bizimdir. Yadılar dedi, bizimdir. Bəs kim dedi, öykəymir, yandırdı özünü öz odansın. Nə bilim, bir müəmməsiz yaşamaq çox çətindir. Uzun illər düşmən tapdağı altında qalan Qubadlıda yaşayış məntəqələri ilə yanaşı müqəddəs məzarlar da dağıdıldı. Lakin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi qələbə ilə bu torpaqlar azadlığa qovuşdu. Qubadlı rayonu işğaldan azad olunduqdan sonra Mir Məhəmməd Ağanın və onun yaxınlarının qəbirüstü abidəsi bacısı oğlu Hacı Siracəddin tərəfindən bərpa olunaraq qorundu. Bura Miri Babacanın evidir. Mürsəli babanın, Miri babanın evidir, yaşadığı evdir. Gözəl həyətləri, qəşəng hayfa dövrənlərə, hayfa günlərə. Allah ermənilərə lənət eləsin.
Bu gün azad Qubadlıda həyat yenidən canlanır. İnsanlar doğma torpaqlara qayıdacaqları günü həyəcanla gözləyirlər. Bu qələbə ilə bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin və dünyasını dəyişmiş müqəddəs övliyaların ruhu şaddır.